İngilis dili test toplusu isim mevzusu 5. hissə 30. sual. Choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Bookcase mürəkkəb isimdir. Sunrise mürəkkəb isimdir, amma independence sözü düzəltmə isimdir. Bəbəndə seaport, newspaper, railway hər üçü mürəkkəb isimdir. Ubisi bəndər niyə olmaz? Development burada C bəndində düzəltmə isimdir. Burada brotherhood D bəndində düzəltmə isimdir. Və leadership Y bəndində düzəltmə isimdir. Doğru cavab B bəndidir. 31-ci sual. Choose the nouns. İsimləri seçin. Interesting maraqlıdır. İsim deyil. Beginning başlanğıc isimdir. Boring can sıxıcı isim deyil bu. Building bina isimdir. Surprising təəccübləndirici bu da isim deyil. Beginning sözü və building sözü isimdir. 2 ilə 4. 2 ilə 4 Y bəndi. 32-ci sual. Choose which suffix can be added to the word real. Real sözünə hansı şəkilçini əlavə edə bilərik? Reality əlavə edə bilərik bu it şəkilçisini. Bir də realism. 3 ilə 4. Y bəndi doğru cavabdır. Choose a word with which the suffix ship forms a noun. Hansı sözə ship şəkilçisini artıra bilərik? Leader, leadership. Leader, leadership. Child ola bilməz. Champion, championship. Kingship ola bilməz. Free ola bilməz. Friendship. Leadership, championship, friendship hər üstünə ship şəkilçisini əlavə edə bilərik. 1, 3, 6 B bəndi. 34-cü sual. Choose the noun isimləri seçin. Prudent sözü ehtiyatlı deməkdir, sifətdir. Remedy sözü kara deməkdir. Bu isimdir. Permission icazə deməkdir. Bu da isimdir. 4-cü sual. Smooth hamardır. Bu sifətdir. 2 ilə 3 doğru cavabdır. D bəndi doğru cavabdır. 35-ci sual. Which suffixes can be added to the word tower. Tower sözünə hansı şəkilçiləri əlavə edə bilərik? Ism şəkilçisi, turizm mənasını verir. Bir də tourist, turist mənasını verir. 4 ilə 5 doğru cavabdır. A bəndi doğru cavabdır.